1-ci Qarabağ müharibəsində itkin şəhid sayılan Daşqın Behbudov Göyçayda dəfn edilib. 19 mart 2025-ci il tarixdə 1-ci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Behbudov Daşqın Nəsrəddin oğlunun nəşi Göyçay rayon Murtu kənd qəbristanlığında dəfn edilib. Şəhidin vida mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və əlilləri iştirak ediblər. Şəhid Daşqın Behbudovun nəşi Göyçayda izdihamla qarşılanaraq ailəsinin yaşadığı Murtu kəndinə gətirilib, cənazə namazı qılınıb və şəhidlərimizin ruhuna dualar oxunub. Göyçay rayonunun Murtu kənd qəbristanlığında hərbi orkestrin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yaylım atəşi açılıb. Şəhidin məzarı üzərinə əklil və gül dəstələri düzülüb. Sonra şəhidin tabutuna bükülmüş Azərbaycanın 3 rəngli bayrağı qardaşına təqdim edilib. Şəhid Behbudov Daşqın Nəsrəddin oğlu 27 fevral 1970-ci ildə Göyçay rayonunun Murtu kəndində anadan olmuşdur. 1988-ci ildə keçmiş Sovet ordusunda həqiqi hərbi xidmətinə çağırılıb. 1 fevral 1993-cü ildə 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq vətənin müdafiəsinə qoşularaq döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayında Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində ağır döyüşlər zamanı itkin düşmüş və İmişli şəhər məzarlığında naməlum şəhid kimi dəfn olunmuşdur. Göyçay rayon məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir. Allah rəhmət eləsin. Etibar Bəşirov Göyçay naminə.